Ola? Bon? Salam dostlar. Hatırlayırsınızsa nişanlar bize yolda, küçədə Ehtiyatlı olmalı öğrenin. Salam, mənim əziz balaca dostlarım. Salam. Sizə maraqlı bir sualım var. Deyin görək, siz nə vaxtsa qatara minmisiniz? Əlbəttə, bəli, mən. Bəli, mən də. Çox gözəl. Deməli, bugünkü dərsimizi başa salmaq mənə daha asan olacaq. Uşaqlar, siz bilirsiniz ki, keçmişdə qatarlar kömürlə işləyirdi və ləng hərəkət eləyirdi. Zaman keçdi və alimlər qatarları elektriklə işlətməyə nail oldular. Bununla da onların sürəti artdı. Bizim günlərdə isə artıq son texnologiyalara arxalanan qatarların sürəti daha da yüksəlib. Və bu səbəbdən qatar yolu avtomobil yolu ilə kəsişəndə keçid hüququ qatarda olur. Bax, belə yol kəsişmələrində avtomobillər dayanıb qatarın keçməsini gözləməlidir. Odur ki, avtomobillə hərəkət eləyərkən bu nişanı görürsünüzsə, ehtiyatlı olmalısınız. Çünki bu yol işarəsi qarşıda maneə olmayan qatar yolunun olduğunu ifadə eləyir. Bu işarə isə qarşıda maneə olan, yəni şlagbaun ilə bağlanmış dəmir yolunun olduğundan xəbər verir. Bu işarələri görürsünüzsə, deməli sizin yolunuz qabaqda dəmir yolu ilə kəsişəcək. Yadınızda saxlayın ki, qatarla kəsişmə nöqtəsinə yaxınlaşanda bu barədə xəbərdarlıq edən işıq və səs siqnal qurğuları işə düşür və avtomobillərin hərəkətinə maneə yaradan şlagbaun yolu bağlayır. Beləliklə avtomobillərin hərəkəti dayanır. Amma bəzi sürücülər bu işarələrə lazımi diqqət yetirmir. Belə ki, günlərin bir günü Fəridin atası bacısının toyunda iştirak eləmək üçün rayona yola düşür. İşdən gec çıxdığına görə avtomobilini sürətlə idarə edir ki, toy məclisinə vaxtında çatsın. Elə bu səbəbdən qatarın gəlməsini işarə edən siqnallara məhəl qoymadan avtomobilin sürətini artırır və dayanmaq əvəzinə yolu qatardan tez keçmək istəyir. Bu çox ciddi qayda pozuntusudur. Avtomobilin mühərriki qəfildən söndü və avtomobil dəmir yolunun düz ortasında ilişib qaldı. Qatar isə yaxınlaşmaqdadır. Fərid və atası həm avtomobili, həm də öz canlarını itirə bilərdi. Onlar avtomobili qoyub qaçmaq yolunu seçdilər. Öz canlarını çətinliklə də olsa qurtardılar. Amma avtomobil qatarla toqquşma nəticəsində tam sıradan çıxdı. Onlar çox dəhşətli bir səhv elədilər. Elədi, uşaqlar. Fəridin atası neynəməli idi? Yol nişanını görəndə dayanmalı idi. Bəs sonra neynəməli idi? Qatarın keçməsini gözləməli idi. Düzdür. Görürəm ki, hər şeyi yaxşı öyrənmisiniz. Qısaca desək, onlar Ləmanın anasının etdiyi kimi eləməli idilər. Gördüyünüz kimi qatar artıq keçib gedib. Şlagbaun da qalxıb. Amma dəmir yolunu keçməzdən əvvəl Ləmanın anası başqa qatarın gəlmədiyindən əmin olmaq üçün hər iki tərəfə nəzər salır. Aha, təhlükə yoxdur. İndi onlar rahatca yolu keçə bilərlər. Ləman və anası düzgün iş gördülər. Onlar çox səliqəli, savadlı və yol qaydalarını yaxşı bilən vətəndaşlar kimi hərəkət etdilər.
Onlar nəyə layiqdir uşaqlar? Alqışlara. Bugün siz bildiniz ki, avtomobillərlə qatarların yol kəsişməsində avtomobillər qatarların keçməsini gözləməlidirlər və yalnız bundan sonra hərəkətə davam etməlidirlər. Bunu yadınızda saxlayın və dostlarınıza da danışın. Bugünlük bu qədər mənim balaca dostlarım. Uşaqlar, unutmayın, hər şeyin yaxşı getməsi üçün Dəmir yol nişanlarına əməl etməli. Yolu keçməzdən əvvəl həmişə birinci sağa, sonra isə sola diqqətlə baxmalıyıq. afərin. Sağ olun mənim balaca dostlarım. Sağ olun.